Dövlət Sosial Müdafiə Fondunun büdcəsi layihəsi bir daha təsdiq edir ki, gələn ildə də sosial təminat tədbirləri davamlı olaraq gücləndiriləcək. Fondun 8 milyard 483 milyon manatlıq xərclərin 8 milyard 196 milyon manatı məhz əhaliyə ödənişlər üzrə xərclərdir. Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manat ayrılacaq. Bu, o deməkdir ki, fondun xərclərinin 94%-dən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10% artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağı deməkdir. Axar Az Teleqrafa istinadən məlumat verir ki, bunu Milli Məclisdə gələn ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Vüqar Bayramov qeyd edib. O əlavə edib ki, qanunvericiliyə əsasən gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əmək haqqı öncəki ilin müvafiq dövrünə nisbətən 9,7% artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən gələn ildən pensiyalar təxminən 9,2% artırılacaq. Bir sıra marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşu dövlətlər ilə müqayisə etməyə çalışaraq yanlış fikirlər formalaşmağa çalışırlar. Gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindən daha çoxdur. 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2,4 milyard dollarlıq sosial ayırmalarından 4,2 dəfəyə yaxın, Gürcüstanın 2,6 milyard dollarlıq sosial xərclərindən 3,8 dəfə çoxdur. Əgər Azərbaycan büdcəsinin yalnız sosial xərcləri bir ölkənin ümumi büdcəsindən daha çoxdursa, o vaxt hansı müqayisədən söhbət gedə bilər? Deputat bildirib ki, sənəddə də qeyd olunduğu kimi gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8 milyard 323 milyon manat olacaq. 1,7 milyard manat fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait kimi nəzərdə tutulub. Bu, o deməkdir ki, fondun gəlirlərinin 20%-dən çoxu dövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu, nisbətən 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə demək olar eynidir. İşsizlikdən Sığorta Fondunun 2026-cı il xərcləri 266,4 milyon manat olacaq ki, onun da 77,0 milyon manatı, yəni 30%-ə yaxını özünü məşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28,0 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10,5% deməkdir. Göründüyü kimi, fondun vəsaitlərinin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. DSMF-nin dövlət büdcəsindən aşılılığın daha da azaldılması üçün yığım potensialının artırılması ilə bağlı işlərin daha sistemləşdirilməsi və bununla bağlı konkret tədbirlər planının hazırlanması, İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi təqdim edilən vaxtı aktiv sosial proqramlara yönəldilən vəsaitlərin səmərəliliyi ilə bağlı ayrıca arayış da təqdim edirsin. Xüsusən də özünə məşğulluq proqramının nəticələrinin mütəmadi dövrlər üzrə qiymətləndirilməsi məqsədə uyğundur. İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən sığorta məqsədi ilə daha çox istifadə edilməsi üçün bu sığortadan istifadə qaydalarına yenidən baxılsın və meyarların sayı artırılsın. İşsizlikdən Sığorta Fondunun büdcəsində saxlama xərclərinin maksimum həddi müəyyənləşdirilsin və xərclərin optimallaşdırılması həyata keçirilsin.